Binamız budur. Göstereyim sizlere binanı. Ümumən girişdə buradan binanın. Yol yaxın Şək bazarı yanındadır. Göstereyim sizə. Şək bazarı yanında belediyə. Selamun Aleyküm, herkese salamlayırıq. İnşallah sizə bir dənə ev təqdim edəcəm Allahın izniyle. Satışa çıxıbdır. Şək bazarın yanında ünvan yeni evdir. Yəni deyim olar şəhərin mərkəzindədir. Təmirsizdir. İnşallah alan adam təmir edəcək. Bir otaqları da sizə hamısını göstərəcəm. Amma girişdən salonudur. Ev təmirsizdir. Alan adam özü təmir edə biləcək. Burada sanitar qovşağı üçün yerimiz var. Otaqlarımız var. Burada üstəlik sağda bir dənə otağımız var. Geniş otaqlardır. İnşallah balkonlarının hamısını sizə göstərəcəm ətraflı. Burada bir dənə otağımız var. İstəyə uyğun kuxna, mətbəx, harada istəsəz eləyə bilərsiniz. Otaqları da göstərim sizlərə belə. Geniş balkonu var. Çox geniş, həddindən artıq. Salonu da genişdir həmçinin. İstəyə uyğun düzəltdirə bilərsiniz. Otağımızın bir də buradadır. Göstərim sizə 4 dənə otağımız var. Gördüyünüz kimi. Ümumi evimiz 170-100 kvadratdır. Balkonlar kvadrata girmir. Balkonu da sizə göstərim. Çox geniş. Yəni çox böyük balkonu var. Şəhərin mərkəzində göstərim sizə. Gördüyünüz kimi. Yəni, ünvan da super. Ətraflı evin qiymətini sizə deyəcəm inşallah. Balkonu göstərim. O ki, balkonu görəsiniz. Gördüyünüz kimi. Yəni, geniş bir balkonu var. Düz şəhərin mərkəzindədir. Şək bazarının yanındadır. Nömrə qoyulacaq. Əlaqə saxlaya bilərsiniz. Nömrə ilə. Bu mənzillə də yanaşı 3 dənə də yenə mənzilimiz var. Onları sizə göstərəcəm. Ətraflı hamısını görəsiniz. Evlərin hamısının çıxarışı var. Yəni mənzillərin hamısının çıxarışı var. Dediyim kimi balkonlar kvadrata girmir. Yəni bunlar hamısını sizə göstərdim. Ətraflı görəsiniz hər bir şeyi. İnşallah ki istəyənlər nömrə qoyulacaq. Nömrə ilə əlaqə saxlaya bilərsiniz. Qiymətdə sonda deyəcəm inşallah. Qiymətdə sizə deyəcəm. Yeni ilə, yeni fürsətlə, yəni endirimli qiymətdə eləyəcək sizə inşallah. Göstərdim şəhərimiz mərkəzidir. İndi onları da göstərəcək Allahın izni ilə. Burada bir dənə də qapımız var. Salonda belə geniş bir salonu var. Binanın böyük bir koridoru var. Lift var burada göstərim sizə. Lift də buradadır. Ətraflı. Binanı da göstərdim sizə. Bu da 141 kvadrat olan mənzilimizdir. Burada gördüyünüz kimi, girdiyimiz kimi geniş koridoru var. Göstərimizə burada yenə sanuzel qovşağı üçün yerimiz var. Otağımızın biri buradadır. Ətraflı göstərim sizlərə. Bura 141 kvadratdır. Geniş otaqlardır. Burada həmçinin geniş otağımız var. Yəni otaqlar çox böyükdür. Gördüyünüz kimi. Qiyməti sonda deyəcək inşallah sizlərə. Burada həmçinin göstərim sizlərə. İstəyə uyğun kuxlanı, otaqları istəyə uyğun qoya bilərsiniz, belə deyək. Hamısını öz istəyə uyğun yığa bilərsiniz. Alan adam üçün xeyirli olar inşallah. Yəni çox qəşəng, çox idealdır. Göstərim sizlərə görəsiniz. Həmçinin burada balkonu var. Balkon sizə hədiyyədir, belə deyək. Yəni balkon kvadrata girmir, hədiyyəsi sizə geniş bir dənə balkonu var. Göstərim sizlərə. Görəsiniz. Ərazi olaraq çox ideal yerdə yerləşir.
Genel olaraq da yəni ideal bir yerdir. Eyni qayda o balkon kimi, ofisi balkon kimi balkonu var. Burada həmçinin 4 otaqdır. Koridorda, salonda görürsünüz. Çox genişdir. Digər mənzilləri sizə göstərəcəm inşallah. Bura 141 kvadratdır. Liftdən çıxdınız buradan rahat şəkildə gəlib bilirsiniz. Burada 145 kvadratdır. Girən kimi belə salonu var. Burada yenə otaq var, burası işıqlı deyil. Burada çox genişdir. Geniş burada. Qaranlıq olduğu üçün tam göstərə bilmirik. Bir otaq ora gedir demək olar ki. Belə bir dənə lap yeşə salonu var. İstəyinizə uyğun remont edib içinə girə bilərsiniz. Yəni ara kəsmə edə bilərsiniz çünki çox böyükdür. Burada göstərim sizə. Bir dənə belə otaq var. Həmçinin buradan da o tərəfə çıxış var. Belə göstərim. Balkonda da çıxışlar var. Göstərim sizlərə. Balkona buradan çıxış var. Balkonda geniş balkondur. Göstərim sizlər üçün. Yenə göstərim görəsiniz. Şərq bazarının yanında ünvanda. Yəni geniş belə balkonu var. Balkonlar demək olar ki, sizə hədiyyədir balkonlar. Evlərin hamısının kupçası var. Mənzillərin hamısının kupçası var. Yenə də ətraflı göstərim sizlərə görəsiniz. Yəni ürəyinizə uyğun, öz istəyinizə uyğun remont edib içinə girə bilərsiniz. Yəni necə istəyirsiniz. 145 kvadratdır ümumi. Burada belə genişdir. Ətrafda hər yeri göstərirəm ki, görəsiniz. Qapıdan gələn kimi göstərəndə bu görsün böyükdür. Buranı kukla da elə bilərsiniz. İçəridə yenə bir dənə addelni. Burada bir dənə sanuzel eləmək üçün yer var yəni. Genişdir. Göstərim sizə ətraflı görəsiniz. Xəttlər də var. Su xətti, hamısı atılıbdır burada. Kanalizasiya xətti, hamısı var. Belə geniş bir yerdir. Qapıdan girən kimi. İstəyinizə uyğun da, istəyinizə uyğun kukla da elə bilərsiniz. Hər şey elə bilərsiniz. Yəni uşaq otağı kimi də istifadə edə bilərsiniz. Burada ara kəsmə eləyib hər bir şey geniş salonu var. Göstərim ümumi. Hər tərəfli ətraflı göstərdim ki, özünüz alıb istəyinizə uyğun remont edib, istəyinizə uyğun otaqlara bölüb istifadə edə bilərsiniz. Bir dənə mənzilimiz buradadır. Bu mənzilimiz 95 kvadratdır. Qapını açan kimi bir dənə salon qarşılayır. Ətraflı hər tərəfi göstərəm görəsiniz. Girən kimi bir dənə sağda burada otağımız var. Göstərim sizlərə. Bir dənə də burada sağda otağımız var. Qaranlıq olduğu üçün tam göstərməm, amma genişdir. Remont istəyinizə uyğun remont edib, istəyinizə uyğun düzəldib içinə girə bilərsiniz rahat şəkildə. Həmçinin burada da ara kəsmə edə bilərsiniz. Geniş bir salon var. 95 kvadrat ümumi bura. Buranın da balkona çıxışı var. Balaca balkonu var buranın da. Bir dənə də ideal burada qapısı ilə balkonu var. Yayda oturmaq üçün ideal bir yerdir. Yəni çox qəşəng. Mənzərəsi də super. Şəhərin düz mərkəzi. Burada bir dənə balkonumuz var belə. Bunlar sizə deyim olar ki, hədiyyə verilir balkonlar. Orada da balaca balkon var. Göstərim sizlərə. Ev 95 kvadratdır.
əks istiqamətdən evin görüntüsünü göstərim. Dediyim kimi, yəni dəfələrlə qeyd elədim. İstəyinizə uyğun, yəni remont edib içinə girə bilərsiniz. Buralar düzdür, qaranlıq olduğu üçün tam göstərə bilmirəm. Otaqlar burada, geniş otaqlar var. Mənzillərin burada maraqlansaz, ətrafda ərazilərdə harada maraqlansaz, kvadratı 2500-dür. Amma sizlər üçün burada təcili satıldığı üçün çox endirmə düşüb dəhşət dərəcədə 2200-dən belə deyək, satışa çıxıbdır. İnşallah ki, real alıcı ilə də cüzi endirim edib razılaşmaq olar Allahın izni ilə. Alan adama Allah xeyrin versin. Nömrə aşağıda qoyulacaq. İstəyən şəxslər həmin nömrəni əlaqə saxlayarlar. Yəni ciddi şəxslər, real şəxslər narahat eləsin inşallah. Kim alacaqsa Allah xeyir versin. Həqiqətən çox gözəl yerdə, çox gözəl mənzillərdir. İstəyə uyğun öz mənzillərinizi özünüz belə deyək, remont edib, ara kəsmələr edib, ürəyinizə uyğun tikə bilərsiniz, belə deyək, rahat şəkildə yaşaya bilərsiniz, giribsə yaşaya bilərsiniz.